Öncə şəklə baxın, fotoya. Bax, bu mənzildə, bu evdə məhz Leyli və Məcnun serialı çəkilib. Təbii ki, bu Türkiyədə olubdu. Leyli və Məcnun serialının çəkildiyi İstanbulda yerləşən dəniz mənzərəli ev satışa çıxarılıb artıq. İstinad edirəm təbii ki, mətbuat.az-a və mətbuat.az-da xəbər verir ki, Ali Altay, Serkan Keskin və Melis Birkan kimi məşhurların rol aldığı Leyla və Məcnunun çəkildiyi ev 125 milyon liraya satılır. Bu barədə Türkiyə qəzeti məlumat yayıb. Xəbər sosial medianın Türkiyə segmentlərinə maraqlı müzakirə olunub. Bəli, və burada qeyd edilir ki, Leyli və Məcnun Türkiyə televiziyasının ən çox izlənilən seriallarından biri olub. Mənzil, bax, belə bir mənzildir, evdir. Məhz Türkiyədə Leyli və Məcnun filmi, serialı, bəs bu evdə, mənzildə çəkilib, 2 mərtəbəlidir.